Ona görə mən istərdim ki, ümumi Sayın İsa bəy bir mənzərə yaradaq. Sizə görə görünən nədir? Nələr baş verir? Azərbaycanı nə gözləyir? Regiondakı bütün baş verən olayları nəzərə alaraq bir ümumi fikir, sonra biz detallara təbii ki varacağıq. Məmnuniyyətlə siz eşidək Sayın İsa bəy. Təşəkkür edirəm Cavad bəy. Bu dəvət etdiyiniz üçün, belə maraqlı bir mövzu açdığınız üçün çox sağ olun. Və bütün tamaşaçılarımızı da salamlayıram. Hər vaxtınız xeyirli olsun. Doğrudan da Azərbaycan çox mürəkkəb bir regionda yerləşir. Yəni bu gerçək bir qiymətdir. Yəni müxtəlif dövlətlər haqqında, müxtəlif regionlar haqqında bu sözləri deyirlər. Bəzən doğru olur, bəzən biraz şişirdilmiş olur. Ancaq Azərbaycan doğrudan həddindən artıq mürəkkəb bir regionda yerləşir. Yəni sadəcə xatırladım ki, dünyanın bütün məşhur geopolitikləri hesab edirlər ki, dünyaya sahib olmaq, dünyada həlledici mövqe tutmaq istəyən qüvvə Avrasiyada həlledici qüvvə olmalıdır. Avrasiyada həlledici qüvvə olmaq üçün Mərkəzi Asiyaya, yəni Türkistan torpaqlarına, Mərkəzi Asiyaya sahiblənmək lazımdır. Və Mərkəzi Asiyada yol Azərbaycandan keçir. Çünki əks təqdirdə Azərbaycan yolu nəzərə alınmasa, Türkistana, Mərkəzi Asiyaya gedən yollar cənubdan İrandan, Əfqanistandan keçir, şimaldan Rusiyadan keçir, şərqdən isə Çindən keçir. Yəni bu da bugünkü dünyada həlledici qüvvələr üçün o qədər də məqbul marşrutlar deyil. Bu bir səbəbdir ki, Azərbaycan, Cənubi Qafqaz həddindən artıq önəmlidir dünya gücləri üçün, həlledici güclər üçün. Digər tərəfdən də Azərbaycan bir tərəfdən Rusiya ilə, digər tərəfdən İranla qonşuluq edir və şərqdə isə dənizlə əhatəlidir, qərb tərəfdən isə Ermənistan və Gürcüstanla əhatəlidir. Ermənistan həmin dövlətdir ki, Rusiyanın və bir sıra başqa qüvvələrin köməyi ilə 10 illərlə Azərbaycan torpaqlarını işğal altında saxladı. Azərbaycana çox ciddi zərbələr vurdu və çox önəmlidir, çox müsbət bir hadisədir ki, Azərbaycan öz torpaqlarını azad edə bildi, öz suverenliyini, ərazi bütövlüyünü bərpa eləyə bildi 2020-ci ilin 44 günlük savaşında və 2023-cü ilin bir günlük antiterror əməliyyatında. Bu doğrudan çox önəmli bir hadisədir. Amma günün bugünündə də Ermənistan hakimiyyəti sülh haqqında danışsa da, sülhə doğru bəzən müəyyən addımlar atsa da, Ermənistan daxilində o revanşist qüvvələr, vəziyyəti yenidən dəyişmək istəyən qüvvələr var, mövcuddurlar. Sadəcə olaraq onlar əksəriyyəti dərk edirlər ki, bugün onların buna gücü çatmayacaq, ona görə də özlərini o qədər də büruzə vermirlər. Ancaq ürəklərində, fikirlərində, düşüncələrində onlar vəziyyəti yenidən dəyişmək, yenidən Qarabağı işğal etmək və s. barədə xülyalarla yaşayırlar. Və təəssüf ki, bu xülyaları Ermənistanda dəstəkləyən xarici qüvvələr də var. Bu ilk növbədə Rusiyadır. Rusiya, Putin rejimi bütün vasitələrlə Ermənistan ictimaiyyətini həvəsləndirmək istəyir ki, hələ hər şey bitməyib, Rusiyanın köməyi ilə vəziyyət dəyişmək mümkün olacaq və s. Təsəvvür edin ki, bir neçə həftə əvvəl Rusiyanın tanınmış jurnalistlərdən biri İrəvana gəlmişdi və bu həmin jurnalisti ki, güya ki, Putin tərəfdarı, hakimiyyət tərəfdarı deyil, güya liberal demokratdır, müasir düşüncəli bir adamdır. Ancaq bu adamın bütün fəaliyyəti İrəvanda ondan ibarət oldu ki, erməni ictimaiyyətinə müsahibələr verdi və onları inandırmağa çalışdı ki, hələ vəziyyət dəyişmək mümkündür, Qarabağın itirilməsi ilə Ermənistan razılaşmamalıdır, barışmamalıdır və Rusiya ilk imkanda yenidən Ermənistana bu istiqamətdə kömək eləməyə başlayacaq. İran tərəfindən də Azərbaycana düşmənçilik, həm də Ermənistanı qızışdırmaq, Ermənistanı Azərbaycana yönəltmək xətti ilə davam edir proses. Bu da hamınıza bəllidir, bir sir deyil.
Üstəlik də ki, Avropada da müəyyən qüvvələr çalışırlar Ermənistanı revanşizmə yönəltsinlər. Yəni təsəvvür edin ki, Ermənistanın indiki hakimiyyəti bugün könüllü şəkildə öz qərarları ilə Qarabağı tərk edib getmiş ermənilərin Azərbaycana qayıtması, Qarabağa qayıtması istiqamətində xüsusi bir fəallıq göstərmir. Bu mövzunu böyütmür, davam elətdirmir, populyarlaşdırmır. Ancaq Avropada müəyyən qüvvələr var ki, kifayət qədər ciddi qüvvələr ki, Ermənistanı buna yönəldirlər və inandırırlar ki, onlar Azərbaycana təzyiq göstərəcəklər və Azərbaycanı Qarabağdan köçüb getmiş erməni əhalisini yenidən qəbul eləməyə bir növ məcbur eləyə biləcəklər. Belə bu reallıqlar şəraitində proses davam eləyir. Ona görə də heç bir şəkildə arxayınlaşmaq olmaz. Mən sizin bu verilişin başlığına qoyduğunuz suala da qısaca cavab verim, sonra yəqin ki, söhbətimiz davam eləyəcək yenə. Sual verirsiniz ki, regiondakı vəziyyət Azərbaycana təhdiddir, yoxsa təhdid deyil. Bu sualın birmənalı cavabı yoxdur və mən hesab edirəm ki, bu suala hər cavabı da yeganə bir cavab olarsa səhv cavab olar, yox cavabı da səhv olar. Çünki proses özü daha önəmlidir, dinamika önəmlidir. Proseslər hara gedir, hansı qüvvələr nəyə çalışırlar və nə baş verir? Bu məqamlar mütləq diqqətə alınmalıdır. Və burada isə hamımız bilirik ki, hazırda dünya çox ciddi bir dəyişim mərhələsinə daxil olubdur. Əgər SSR-nin çökməsindən, sosialist blokunun, Varşava blokunun çökməsindən sonra dünyada yeni bir proseslər getməyə başladısa, son illərdə yenə də əks proseslər getməyə başlayıb. Rusiya hakim rejimi müxtəlif adlar altında SSR-ni bərpa eləmək haqqında düşünür və bunun bir əlamətini də Ukraynaya hücum eləməklə nümayiş elətdiribdir. Əks tərəfdə isə Amerika Birləşmiş Ştatlarda Trump hakimiyyəti demokratiya, insan haqları, sərhədlərin toxunulmazlığı və s. mövzuları ikinci plana atıb, ancaq maddi məsələlər, biznes məsələləri, iqtisadi əlaqələr və fayda götürmək uğrunda mübarizəni önə çəkib və eyni zamanda Avropada da sağ mərkəzçi qüvvələr, ifrat sağçılar güclənməyə başlayıblar. Və bu bugünün dinamikasıdır, bugünün tendensiyasıdır, bu gedir. Mən bunun sonsuza qədər davam edəcəyi fikrində deyiləm. Çünki əks proseslər də, əks qüvvələr də hərəkətlənir və təsir əks təsirə bərabərdir. Yenə də bir müvazinət, balans qurulacaq. Çünki dünyada təhlükəsizliyin həllici prinsipi sərhədlərin zorla dəyişməzliyi prinsipidir. Hər bir ölkədə haqqa, ədalətə, demokratiyaya sədaqət məsələsidir. Bunlar olmayacağı halda dünyada əmin-amanlıq olmayacaq, görünməyəcək. Necə ki, son illərdə də dünya çalxalanır, müharibələrin sayı artır və təhlükələr getişən artır. Azərbaycan belə bir mühitdə mövcuddur və bu mühitdə, bu şəraitdə çox gerçəkçi siyasət yürütmək lazımdır. Azərbaycanın köklü maraqlarına əsaslanan siyasət yeritmək lazımdır. Eyni zamanda haqqa, ədalətə əsaslanan siyasət yeritmək lazımdır. Haqqa, ədalətə əsaslanmayan siyasət uğursuz olacaq, uğursuzluq gətirəcək və hər bir dövlət üçün də çox ciddi çətinliklər yarada bilər. Bu da kifayət qədər geniş bir söhbətdir. İstəsəniz bu istiqamətdə də danışarıq. Ancaq indiki mərhələdə dediyim kimi riskli bir dönəmdən keçirik, dəyişim dönəmidir və bu dəyişim dönəmi ciddi təhdidlər də yaradır, eyni zamanda ciddi imkanlar da, fürsətlər də yaradır. Hər bir dövlətin, hər bir siyasi qüvvənin borcudur ki, öz dövlətini, öz ölkəsini bu risklərdən, təhdidlərdən, təhlükələrdən qoruyan siyasət aparsın
Eyni zamanda bu dəyişim döneminin yarattığı imkanlardan, fürsətlərdən ölkəsinin, xalqının inkişafı üçün, problemlərin həlli üçün istifadə eləsin. Biz Müsavat Partiyası olaraq istərdik ki, Azərbaycan hakimiyyəti bu dediyimiz məqamlara, məsələlərə diqqət yetirsin. Təşəkkür edirəm. Çox sağ olun, dəyərli İsa bəy, minnətdaram, mən təşəkkür edirəm. Çox maraqlı, yəni məqamlara toxundunuz, bəzilərini mən qeyd elədim. Yəqin ki, söhbətin gedişatında biz